Martın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən Sokar neft emalı zavodunda baş verən yanğınla bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi başlanılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, zavodun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun nasos sisteminin iş planına uyğun təmirə hazırlaması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməyib. Növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdar edici yazılı məlumat verilməsinə baxmayaraq 4-5 mart tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir bərpa qrupuna təhvil verib. Bundan başqa martın 8-də yanğın nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlaması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən ilkin emal qurğusunun borularında və qurğuda olan dizelin boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulub. Faktla bağlı Dövlət Təhlükəsizlik Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri baş operator Sadiq Qarayev saxlanılaraq Cinayət Məcəlləsinin partlayış təhlükəli obyektdə təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.